yanınızdakı insan sizin özgüvəninizlə birə-bir əlaqəlidir. Bəzən sizin yerinizə ən doğru qərarı ala bilməlidir doğrunuz. Mövzular ruh eşi həqiqətən varmı? İnsanlar dəyişər. Mövzular ölüb gedəcək. Niyə yaşayırsan? Niyə? Sənin ideal tipin nədir? Heç vaxt özünü inkişaf elətdirməkdən dayanmamalısan. İllər sonra oturub, mənim o qədər gözəl xəyallarım var idi ki, mən o qədər şey bacarırdım ki, indi tamam fərqli bir həyatım ola bilərdi. Kəşke həyatımı əvvəldən doğru yaşasaydım. Kimi cümlələr qurmaq istəmirsənsə, doğru videodasan. Necə ki, gələcəkdə karyeramız üçün özümüzə yatırımlar edirik, təlimlər alırıq. Bu eyni şəkildə gələcəkdə quracağımız ailə və ya münasibətlərimizlə bağlı da bu şəkildə olmalı. Bu tamamilə sənin zövqlərinə aid bir şeydir. Münasibətlərlə bağlı kitablar mı oxumaq istəyirsən, videolarımı izləmək istəyirsən, tamamilə sənin baxış bucağına görə dəyişən bir şeydir bu. Amma bir şeylər eləməlisən. Çünki bu həyatda heç bir şey eləmədən nələrisə nail ola bilmərik. Bəli, hər şey ailə, münasibətlər deyil, hər kəs evlənmək məcburiyyətində deyil. Amma doğru münasibət istəyən insanlar bu videoda hal-hazırda bunu nəzərə alaraqdan deyirəm ki, siz əgər doğru münasibət istəyirsinizsə, ilkin olaraq özünüz doğru insan olmalısınız ki, sizin üçün doğru insanı tapa biləsiniz. Bu əslində çox uzun və qarışıq bir mövzudur. Amma qısaca bugün bir neçə mövzuya toxunaraq bunu bir balaca açmaq istəyirəm. Çünki bu həyatda ən nifrət etdiyim şeylərdən biri qarşımda bir qadını çarəsiz və ya peşman görməkdir. Bəli, mən qarşımda düşmənim belə olsa, bir qadını çarəsiz və ya etdiyi hər hansısa bir şeydən peşman görəndə dəli oluram. Bunun qarşısını ala bilmərik, çünki həyatdır bu və biz bunu yaşayırıq. Səhvi ilə, doğrusu ilə bu şəkildə öyrənə-öyrənə peşmanlıqlarla bir yerdə böyüyüb inkişaf edib və öz yolumuzu tapırıq. Gələcəkdə oturub bugündən nə isə dəyişə bilməyəcəksən. Keçmişdə belə eləyərdim deməyin heç bir məna daşımayacaq. Amma gəl ki, bugün gələcəyin üçün eləyəcəyin şeyləri dəyişə bilərsən. Bunun icazəsi, ixtiyarı var səndə. Bəli, anı yaşamalıyıq, indiki anı yaşamalısan. Amma gələcəyinə təsir eləyəcək bir çox şeyə onun üzərində daha çox işləməlisən. Keçək qısaca bugün danışacağımız mövzulara. Bugünkü danışacağımız mövzular ruh eşi həqiqətən varmı? Maddi dəstək olan biri, yoxsa dəstəkləyən biri? İnsanlar dəyişərmi? Və seçimlər mövzusundan danışacağıq. Bugün çox gözəl bir video olacaq. Ona görə sona qədər izləməyini istəyirəm və bu tərz mövzular üçün kanalıma abunə olmağı unutma. Çünki kanalımda gənc ruhların inkişafı üçün öz şəxsi təcrübələrimdən, aldığım seminarlardan öyrəndiyim bir çox mövzunu tam olaraq bu kanalda sizinlə paylaşıram. Birinci mövzumuz ruh eşi həqiqətən varmı? Yəni, məncə bu mövzunu biraz çox abartdılar. Məncə ruh eşi var, amma sayılı deyil. Yəni, necə ki, bu həyatda minlərlə kitab oxumağı sevən bir insanlar var, minlərlə üzməyi sevən insanlar var. Eyni şəkildə sənin ruh eşində çoxdur. Amma bunu hər dəqiqə tapmadığımız üçün biraz bizə qısıtlı sayda kimi görünür. Amma həqiqətən bizim ruh eşimiz tək bir insan deyil. Mən İbo ilə həqiqətən ruh eşi olduğumu düşünürəm. Çünki o mənim tam olaraq kişi versiyamdır. Mən İbonun ruh eşim olduğuna inanıram və eyni şəkildə o da mənim üçün bu cür düşünür. Burada bir onun adından danışmış oldum mu nəysə. Biz ikimiz də fərqindəyik bizim üçün bir çox ruh eşinin olduğunu. Amma mövzu odur ki, biz bir-birimizi seçdiyimiz üçün bu münasibətdə var oluruq. Rəfiqələrim arasında çox gözləmləmişəm. Bəzən həqiqətən dəlicəsinə sevdiyim, bu mənim ruh eşimdir, mən onsuz qətiyyən ola bilmərəm deyən bir neçə rəfiqəm olub ki, bir anda üçüncü bir şəxs gəlir mövzuya. Yəni, düşünün, 2 dənə ruh eşi var və bir insan gəlir bir anda mövzumuzun içinə. Artıq beyin qarışmağa başlayır. Bu üçüncü şəxs dediyimiz insan gəlir bu qıza daha səmimi, daha mehriban, daha xoş, qarşı tərəfin əskiliyin doldurduğu şeylər eləyəndə, məsələn, qarşı tərəf sizə romantik sürprizlər eləmir deyək ki, və o üçüncü şəxs gəlib ona romantik şeylər yaşadanda artıq onun fikri yönəlir ona. Bax, gördünüz, deməli, burada ruh eşi söhbəti yoxdur. Bir insana heç vaxt ilişib qalmayın. Çünki o insan sizin üçün doğru insandır deyə bir şey yoxdur. Bu həyatınızın eləyə biləcəyiniz ən böyük səhv ola bilər. Nə bir işdə, nə bir münasibətdə, nə heç bir şeydə. Heç bir şeydə bu
ən üst versiyadır deyə bilmərsən, deməməlisən. Nə bilim, özündə belə nəyəsə baxanda tam olaraq mən ideal insanam deməməlisən. Çünki hər zaman öyrənməli olduğun nəsə olacaq. Hər an, hər saniyə və sənin bir üstün olacaq. Yəni sən bir pillədə qalxacaqsan, hər dəfə özünü inkişaf etdirdikcə. Bu həyatda hər şeyin bir üstü var. Bu demək deyil ki, hər dəqiqə onu bəyənməyək, bunu bəyənməyək, keçək bir başqası ilə münasibət yaşayaq. Yox, hər zaman dediyim kimi mümkün qədər az insanla münasibət yaşayın. Çünki bu insana həqiqətən mənfi travmalarla dolduran bir şeydir. Çünki yetəri qədər travmamız var deyə düşünürəm, artıq başqa insanların travmasına ehtiyacımız yoxdur. Amma çox insanla mühattab olmuyor. Oturun özünüzə və səmimi şəkildə bu sualı verin. Mənim qarşıma və ya qarşı tərəfin qarşısına üçüncü bir şəxs çıxsa, biz hələ də bir-birimiz üçün ruh eşi olarmıyıq? Bax, bu insanda bilirsən nə aydınlatma yaşayadar. Yəni bu həqiqətən çox gözəl bir sualdır. Otur bunu özünə ver. Öz vaxtını oğurlama. Çünki zaman bu həyatdakı ən önəmli şeydir. Keçək ikinci mövzumuza. Maddi dəstək olan yoxsa dəstəkləyən? İkincisi arasında nə kimi fərq var ki, mələk dediyinizi eşidirəm. Amma çox fərq. Sən həqiqətən gələcəkdə necə bir insan istəyirsən? Fikirlərinə hər zaman dəstəkləyən, sənin yanında olan, mənəvi dəstəyini hiss elədiyin insan istəyirsən də yəqin ki, yoxsa hansımız istəyirik ki, gəlsin hər işimizə qarışsın, heç bir işimizi bəyənməsin və s. Çünki bu bizim üçün sadəcə problemdən artıq bir şey deyil. İndi sizə maddi dəstəklə mənəvi dəstəyin nə qədər böyük bir fərq olduğunu deyəcəm. Bax, bir il və ya 2 il olar bəlkə də öncə mən bir geyim fabrikində kompüter üzərində lekalçı kimi işləyirdim. Orada çoxunluq, yəni 70% yəni qadın idi. O fabrikin müdiri elə bir insan idi ki, yəni sizə necə bir şey deyim bilmirəm. Manipulativ, amma elə belə yox. O dönəm mənim üçün o qədər təcrübəli bir dönəm oldu ki, həyatımın ən çox təcrübə elədiyim dönəm o dönəm oldu mənim üçün. Yəni düşünün ki, orada 80% insan hamısı o fabrikdən çıxmaq istəyirdi. Amma çıxmırdılar. Hər kəs çıxmaq istirdi, amma heç kəs çıxmırdı. Niyə? Çoxunluq qadın deyirdi ki, mən burada artıq illərdir işləyirəm və yoldaşım da burada hamını tanıyır. Artıq istəmir gedim başqa bir yerdə işləyim, tanımadığı bir yerdə işləyim. O bura alışıb artıq. Qadın orada elə bir manipulyasiyaya məruz qalır ki, o qədər çətin şərtlər altında işləyirlər. İnsan o şərtlər altında çalışmamalıdır həqiqətən. Amma onlar eləyirdi, çünki məcbur idilər. Çünki artıq onların yoldaşları onlara dəstək olmur oradan çıxmaq üçün. O dönəmdə həqiqətən aldığım ən gözəl təcrübələr o fabrikdə idi. Və bu həyatda bilirsiniz ən önəm verməli olduğumuz mövzulardan biri də nələrdir? Çoxunluqla bizdə düşünürlər ki, qadın evləndisə artıq fisioda, yəni evdə otura bilər, işləməsə də olar. Yoldaşının imkanı yaxşıdırsa da, okey, yəni heç ehtiyacı yoxdur işləməyə, yəni yaşasın da həyatını. Bununla da razıyam. Yəni kim necə istəyir həyatını o şəkildə yaşaya bilər. Buna heç bir şəkildə qarışa bilmərik. Amma heç vaxt özünü inkişaf elətdirməkdən dayanmamalısan. Yəni mövzu deyil ki, elə işləyəsən. Yox, başqa bir şey öyrən, bir hobi öyrən, hər hansı zövqünlə bağlı bir təlim al. Çünki bu həyatda nə vaxt başımıza nə gələcək həqiqətən heç bir fikrimiz yoxdur və heç kəs sığortalanmayıb bu mövzularla bağlı. Evləndim, artıq hər şey bitdi deyib özünüzü inkişafdan yayındırmayın qətiyyən. Eləyə biləcəyiniz ən böyük səhvlərdən biri də. O bəzi kişilər var, heç bir şəkildə irəli getməyini istəməz. Yəni bir göz önündə olmağını istəməz. Yəni bu konkret özgüvənsiz kişilərdir. Yəni həqiqətən özünə güvənən, özündən əmin olan kişi hər zaman yanındakı qadının da bir o qədər özgüvənli və bir o qədər belə insanların həqiqətən heyranlıqla baxacağı bir insan olsun istəyir, başa düşdünüz? Yəni bu net bilgidir. Sizə həqiqətən deyirəm. Yanınızdakı insan sizin özgüvəninizlə birə-bir əlaqəlidir. 5-6 il əvvəldən belə bir kanalım olsun istəyirdim. Bunu mənə boya deyəndə, bu mənə dedi ki, bəs niyə açmırsan? Sən də çox yaxşı olmaq. Düşünək ki, bu mənə deyir ki, kimdir sənin videolarına baxan? Sən ona kimdir sənə qulaq asan? Sən də özünü çox ağıllı bir şey bilirsən. Desəydi nə olacaqdı? Mən buna inanmasam belə 2-3 bu cür cümlədən sonra mən artıq özümü həqiqətən bir dəyərsiz, önəmsiz hiss edəcəkdim də, elə deyil. O demək deyil, evlənməlisiniz və ya evlənəcəksiniz deyə bunlara diqqət etməlisiniz. Xeyr, bu sevgili ilə də əlaqəli bir şeydir. Sizin sevgiliniz siz eləmək istədiyiniz bir neçə şeyə bu cür yanaşsa, özgüvəniniz itəcək. Buna görə də istər sevgili, istər evlilik, istər dost, sizin özgüvəninizi bu boyda təsir edən insanları belə
rədd edin həyatınızdan, getsin. Çünki bu həyat travmalarla yaşanılacaq qədər uzun bir yer deyil. Gün sabah ölüb gedəcək. Niyə yaşayırsan? Niyə hər kəs gəlib sənə bir travma verir? Bunu eləməyin. Eləməyin. Niyə əsəbləşsin? Əsəbləşmə. Nə? Elə insanla olun ki, yeri gələndə siz qərarsız qalanda, siz öz yolunuzu tapa bilməyəndə o sizin üçün ən doğru qərarı verə bilsin. Mən çox qərarsız idim. Nə edeyim, nə iş eləyim, özümə aid işi tapa bilmirdim və mənə İbo həmişə deyirdi ki, UX/UI ol Mələk. O tam olaraq sənlik bir işdir. Yəni onu da tam başa düşmürdüm, amma bunun təlimini alıb bitirəndən sonra başa düşdüm ki, həqiqətən UX/UI tam mənim işim imiş. Başa düşürsüz, yəni bəzən sizin yerinizə ən doğru qərarı ala bilməlidir doğru insan. O qədər gözəl və rahatladıcı bir hissdir ki, bunu da bura qədər uzatmayım, keçirik növbəti mövzumuza. Deməli, növbəti mövzumuz insanlar dəyişər. Bəzən çünki biz özümüzü aldırıq, dəyişər deyə düşünürük. Tamamilə və uzun müddətli dəyişməz. Sənin üçün dəyişdiyi halına özü üçün geri qayıdacaq. Çünki onun xarakteri, onun yaşantısı, evlənim düzələcək, ilahi. Bunu heç vaxt eləməyin. Evlənim düzələcək deyə bir şey yoxdur. Daha da zayı çıxacaq. İnan mənə, evlənim düzələcək, uşaq olsun düzələcək qətiyyən. Münasibət dönəmində xoşunuza gəlməyən şeylər evlənəndən sonra heç vaxt düzəlməyəcək. Uşaq olandan sonra heç vaxt düzəlməyəcək. Yaşlanandan sonra heç vaxt düzəlməyəcək. İnsanları dəyişə biləcəyinizi düşünməyin. Hər kəs olduğu kimi gözəldir. Hər kəs olduğu kimi dəyərlidir. Bugün sənin üçün yaxşı olmayan bir insan bəlkə də başqası üçün çox ideal bir insandır. Sən gəzməyi çox sevirsən, o insan evdə zaman keçirməyi daha çox sevir. Sənin üçün yorucu olar evlilikdə, amma bir başqası üçün çox gözəl münasibət ola bilər. Ona görə özünüzə uyğun insanları tapın, onlarla yaşayın. Özünüzə uyğun olmayan insanı sevib mən bunu dəyişəcəm deyə qətiyyən düşünməyin. Həyatınızın səhvlərindən biridir bax. Yəni bilirsiniz mövzu nədir? Sizin nə eyni xəyalı qurmayan insanlarla bərabər olmuyor. Məsələn, siz gəzməyin xəyalını qurursunuz, dünyanı gəzməyin, amma o insan evdə yemək bişirib həyatını yaşamağın xəyalını qurur, xoşbəxt bir ailənin xəyalını qurur. Ya o sizi get-gedə həvəssizləşdirəcək, ya da siz artıq istədiyiniz o xəyallardan uzaqlaşacaqsınız. İndi özünüz seçin bunu tam olaraq. Növbəti mövzumuz seçimlər. İndi bilirsiniz sizdən tam olaraq nə istəyirəm. Bu videodan etibarən bu dediklərimlə bir yerdə bir addım atsan, həyatın üçün necə bir dönəm başlatdığının fərqində belə olmayacaqsan. Amma gələcəkdə bunun bəhrəsini çox-çox görəcəksən, inan mənə. Ona görə tam olaraq bu mövzuda dinlədiklərindən dərs çıxararaq otur və düşün. A4 vərəqi götür, hətta daha uzun olsun. Bir də qələm götür. Otur, yaz. Sənin ideal tipin nədir? Yəni görünüşdən söhbət getmir. Xarakter məsələsi. O insanın hobilərindən də söhbət gedir. Məsələn, sən kitab oxumağı sevərsən, amma o insan rəsm çəkməyi sevər. Yəni hər kəs eyni hobilərə sahib olmalıdır deyə bir şey yox. Amma sənin müəyyən bir kriteriyaların olmalıdır. Onlara uyğun gəlməyən heç kəsi həyatına almırsan. Bitdi. Bugündən sonra belədir. Əgər bu dediyim hekayələrdən, bu bir saatda sizə burada mənfi bir dünya insanın hekayəsini danışdım. Əgər bu insanların hekayəsindən biri olmaq istəmirsinizsə, oturun bugün o listi tutun. Bir dənə list tutun da yaz mənim favori yaz. İstəyirsən my man yaz, nə bilim, istəyirsən adamım yaz. Nə yazırsan yaz. Altında da bir sırala. Necə bir insan olmasını istəyirsən? Çoxmu romantik, çoxmu əyləncəli, çoxmu gəzməyi sevən, çoxmu nə bilim nə istəyirsənsə, öz sevdiyin şeyləri də əlavə elə bəzən içinə. Səninlə ortaq, yəni hər şey dörd-dörddük, hamısına quş qoya-qoya gedəcəksən deyə bir şey yoxdur. Bəzi şeylər dəyişəcək, bəzi şeylər törpüləməli olacaqsan. Yəni yazdığın 20 xüsusiyyətdən 15-nə cavab verirsə, deməli o insan sənin üçün həqiqətən yaxşıdır. Bunu dəyərləndir. Bu gündən etibarən o listə, o siyahıya uymayan heç kəs həyatına almırsan. Onu tapana qədər davam elə. Davam elə. Özünü inkişaf elətdirdikcə o listə başqa şeylər də əlavə elə. Hani gec tapacaqsan. Demirəm ki, tez tapacaqsan, gec tapacaqsan, amma tapacaqsan. Mən 21 yaşım idi da. 21 yaşımda tapdım. Bəli, bir balaca şanslı ola bilərəm. Bir balaca tez tapmış ola bilərəm. Amma yəni bu hamıya görə dəyişir. Sən bir balaca gec də tapa bilərsən, amma heç vaxt ümidini üzmə. Çünki o insanlar həqiqətən var. Mən həmişə oturub danışırdım anama ki, mənim evləndiyim insan belə olacaq, hel olacaq, belə olacaq. Bir dünya sayırdım. Anam bilsin mənə nə deyir demişəm. Hə bala, sən 5-10 ildə otur burada, sən dəqiq elə bilirsən, tamam. Mənə belə deyirdi. Amma mən tapmadım, tapdım. Yəni tapdım.
Mən o istədiyim insanı tapdım. Demək sən də tapa bilərsən. Listim çox uzundaydı. Mən bu insanı tapa bilmərəm deyə düşünmə. Artıq oğlanlar da özlərini o qədər inkişaf etdirir ki, zövq alıram bunu görəndə. Ki, yəni həqiqətən oğlanlar da inkişaf edir artıq. Yəni düzdür, səyləşmiş bir çox adam var, amma olsun. Yəni onlar da gedib seçmə də bir zəhmət. Get sənin üçün ideal olanı seç. Bu qədər net. Boğazım çox ağrıdı. Çox danışdım deyəsən. Artıq xırıldadığını hiss edirəm. Gedim bir isti süd içim və ümid edirəm bu video sənin həyatında bir yöndə bəzi şeylər dəyişəcək. Özünə çox yaxşı bax. Bu tərz videolar üçün kanalıma abunə olmağı unutma, çünki bu kanalda gənc ruhların yeridir və daha da böyüyəcək deyə düşünürəm. Hal-hazırda 33 takibim var. Evet, abunələrinizi gözləyirəm. Özünüzə çox yaxşı baxın sizi. Çox öpürəm. Hələlik.